Salam uşaqlar. Bu gün ədədi silsilə mövzusunu izah edəcəyik. Ümumiyyətlə, əvvəlcə silsilədən qabaq ardıcıllıq gəlir. Əvvəlcə ardıcıllıqları, yəni silsilə anlayışını verməmişdən qabaq rekurrent ardıcıllıqları izah edək. Uşaqlar, rekurrent ardıcıllıqda ardıcıllığın düsturunu kitab özü verir. Məsələ özü verir bizə. Ki, məsələn, filan düsturla A-ninci həddi filan düsturla verilmiş ardıcıllığın 5-ci həddi neçədir? Əvvəlcə ardıcıllıq üçün bunu deyim ki, A1, A2, A3, A4, A5, A6, nöqtə, n-ci hədd. Bunlar ardıcıllığın həddidir. Ardıcıllığın hədləri. N ardıcıllığın nömrəsidir. Ardıcıllığın həddinin nömrəsi. Ardıcıllığın n-ci həddinin nömrəsi. Sıra saydı həmişə naturaldır. Heç vaxt mənfi ola bilməz. A mənfi 5-ci hədd ola bilməz. Yəni, indeks həmişə müsbət olmalıdır. A-in ardıcıllığın ümumi həddidir. Yəni, ümumi olaraq bu düsturdan tapılır. Onunla kitab verir bizə. Ardıcıllıqda kitab verir. Kitab deyəndə, yəni məsələ verir. Məsələ özündə verir. Ardıcıllığın ümumi həddi nədir? A-in. Bir də SN var ardıcıllıqda. SN nədir? SN ardıcıllığın ilk n həddinin cəmi. Həmişə dediyim kimi, yenə deyirəm, əlinizdə konspekt götürün, qaydaları yazın. İlk n həddinin cəmi. SN nə deməkdir uşaqlar? SN-i açsıq, nə olur ardıcıllıqda? A1 üstə A2 üstə A3 üstə A4 üstə nöqtə üstə A5. A5 deyil, A-in, əstəğfurullah. Üstə A-in. Yəni, n dənə həddin cəmi. Məsəl üçün, S3-ü soruşsa sizdə, burada n-in yerində nədir? 3. Yəni, 3 dənə həddin cəmi. A1 tapırsınız, A2-ni tapırsınız, A3-ü tapırsınız, cəmləyirsiniz. O da olur S3. S3 nədir? İlk 3 həddinin cəmi. S cəmdir, yaxşımı? Bir də ardıcıllıqda nə var? Hasil var. İlk n həddinin cəmi. O da onun kitab özü verir. H-la da işarə olunur, P-lə də işarə olunur. Yəni, kitab özü deyir zaten ki, bu ardıcıllığın, bu düstur ardıcıllığın ilk n həddinin cəmi yox. N həddinin cəmi yox. H-n, P-n həddinin cəmi yox, hasilidir. Hasili. Hasil nə deməkdir? Vurma. Yəni, H-n bizə verilibsə, H-n. A2 vurulsun A3, vurulsun nöqtə vurulsun A-n. Məsəl üçün, bizə H3-ü veriblər. İlk 3 həddin hasili. İlk 3 həddin hasili nəyə bərabərdir? A1 vurulsun A2, vurulsun A3. Yaxşımı? Yaxşı. İndi baxın, qeydlər götürün, özünüzü. Görək səsimiz yazır mı? Yazır. Hər şey qaydasındadır. Daha sonra ədədi ardıcıllığa danışırıq. Hələ ki, silsiləyə keçmirəm. Nümunələr deyəcəm sizə ədədi ardıcıllığa. Məsəl üçün, misal verilə bilər belə. A-n bərabərdir, n-in kvadratı üstə 5 n düsturu ilə verilmiş, bax, misal belə verilir, düsturu ilə. Görürsünüz, məsələnin özündə verilir düstur.
düsturu ilə verilmiş ardıcıllığın beşinci həddini tapın. Məsələlər üst bax, biri bu cür olacaq. Beşinci həddini tapın. Beşinci həddini tapın deyəndə nəyi istəyir bizdən? AN ümumi həddin düsturudur. Həmişə demişəm, AN ümumi həddin düsturudur. Yəni ümumi düstur, ümumi olaraq hədd belə tapılır. N-in kvadratı üstə 5n. Bunu bizə məsələ özü verir. Bəzən məsələ başqa cür verəcək düsturu. Beşinci həddi tapanda deyir ki, yəni A5-i tap deyir. A5. A5 nə deməkdir? Yəni n bərabərdir 5. Görün n-in yerinə nə deyir? 5. Onda 5-ci həddi taparkən n-in yerinə gətirib 5 qoyuruq. 5-in kvadratı üstə 5 vurulsun 5. O da edir 25 üstə 25 bərabərdir 50. 5-ci hədd neçə oldu? 50. Tamam mı? Bu belə. İndi birdən bizdən məsələni dəyişirəm. Ardıcıllığı ilə verilmiş ardıcıllığın deyirəm ki, ardıcıllığın ilk 5 həddinin cəmi. İlk 5 həddinin cəmini tapın. Uşaqlar, nə demişdik? Demişdik ki, ilk 5 həddinin cəmi nədir? S. Ümumiyyətlə, ilk cəm S ilə tapılır. S5. Uşaqlar, S5 ardıcıllıqda nəyə bərabərdir? Bax, ardıcıllıq deyir. Ədədi silsilə demir ki, ardıcıllıq. Məsələ özü ardıcıllıq deyir. Ardıcıllıqda S5 A1 üstə A2 üstə A3 üstə A4 üstə A5 bərabərdir. Yəni, ədədi silsilərin S-in düsturu ilə qarışdırmayın. Bu, ardıcıllıqdır. Ədədi silsilərin S-in düsturu bura girmir. Bu yerə girmir. Uşaqlar, S5 bərabərdir. A1 üstə A2 üstə A3 üstə A4 üstə A5. Neyəcək? Əvvəl A1-i tapacaq. A1-i tapmaq üçün neyləmək lazımdır? N-in yerində nədir? 1. Gətirib N-in yerinə 1 qoymaq lazım. 1-in kvadratı üstə 5. Bərabərdir 6. A2-ni taparıq. 2-nin kvadratı üstə 5 vurulsun 2. Bərabərdir 14. A3-ü taparıq. 3-ün kvadratı üstə gələnsin 5 vurulsun 3. Bərabərdir 15. 15-in üstə 9. 15. 15-in üstə 9 gələndə 24. 4-ün kvadratı 16 üstə 5 vurulsun 4. 36. 5-in kvadratı. 5-in kvadratını bayaq tapmışdıq. 50. Uşaqlar, 5 dənə həddi tapdın mı? Tapdım. Gətirib bunları cəmləyəcəm, olacaq S5. Yəni, S5-im nəyə bərabərdir? 6 üstə 14 üstə 24 üstə 36 üstə 50. Bu da belə. AN ilə veriləndə iki cür, ancaq bu cür olacaq. Ya sizdən, məsəl üçün, S5 istəyəcək və yaxud da sizdən S3 istəyəcək, sizdən və yaxud da A3 istəyəcək. Və ya deyəcək ki, məsəl üçün, birini də deyim, deyəcək ki, 50-yə bərabər olan həddinin nömrəsini tapın. Ardıcıllığın, məsəl üçün, ardıcıllığın 50-yə bərabər olan nömrəsini tapın. Bərabər olan nömrəsini, 50-yə bərabər olan həddinin nömrəsini tapın. Uşaqlar, 50-yə bərabər, yəni bunu 50-yə bərabər edəcəksiniz, n tapacaqsınız. Burada ki, n verilməyib. Bir dənə hədd var, bilmirəm neçənci həddir. O 50-yə bərabərdir. Bax, A-in 50-yə bərabərdir. Ümumi düsturda verib də n-in kvadratı üstə 5n bərabərdir 50. Buradan da n tapacaqsınız. N də bərabər olacaq 5-ə. Bu belə.
Yine demişəm, n naturaldır, n 0 ola bilməz, n mənfi ola bilməz. Buradan n necə tapırsınız? 50-ni atırsınız bu tərəfə, mənfi bərabərdir 0. 2 ilə kökü tapılır, n-in biri mənfi 10, biri 5, mənfini götürmürsünüz, müsbəti götürürsünüz. İndi gəlin baxaq başqa məsələ tipinə. Hələ ki ardıcıllıqdan. Ardıcıllıqda sizə belə bir məsələ veriləcək. Veriləcək deyəndə verilib kitablarda. S bərabərdir. 3n plus 2 s'in düsturu ilə verilmiş. Baxın, məsələni deyirəm. Düsturu ilə verilmiş. Düsturu ilə verilmiş. Nədir s'in? İlk n həddinin cəmi. İlk n həddinin cəmi bu düsturdan verilib. Cəmidir. Deyir ki, A5-i, məsəl üçün, A3-ü tapın. A3-ü tapın. A3 bərabərdir sual. A3 deyəndə nəyə nəzərdə tutulur? Üçüncü. Ardıcıllığın üçüncü həddini tapın. Ardıcıllığın. Burada ardıcıllıq yazaq. Onsa məsələlərin hamısında ardıcıllıq olanda ardıcıllıq yazılır. Sislə olanda sislə yazılır. Ardıcıllığın üçüncü həddini tapın. S'in düsturun veribsə, əgər bizdən hər hansı bir AK-nı istəyirsə, S'in düsturu verilibsə, əgər bizdən hər hansı bir AK-nı istəyirsə, onu yadınızda saxlayın. AK bərabərdir SK, çıxılsın SK minus 1. Bax, bu düstur, kitab uza yazın, dəftər uza yazın, bu düstur qızıl düsturdur. Məsəl üçün, bizə S'in düsturunu verib, deyir ki, ardıcıllığın ilk n həddinin cəmi filan düsturlandır, kitab özü verir. Deyir ki, məsəl üçün, S5-i tapın. S5 bərabərdir. S5, əstəğfurullah. A5-i tapın. 5-ci həddini tapın. A5 bərabərdir. S5 çıxılsın S4. Bu da hardan çıxır? Bunu mən sizə sübut edeyim ki, həqiqətən də ilk 5 həddin cəmindən 4 həddin cəmini çıxanda yerdə A5 qalır, 5-ci hədd qalır. Gəlin sizə sübut edeyim. Baxın, burada nə istəyir məndən? Ardıcıllığın 3-cü həddini, düzdürmü? S3-ü, A3-ü, əstəğfurullah. Ardıcıllığın 3-cü həddini. Bərabərdir sual. Uşaqlar, S3-ün nəyə bərabərdir? S3-ün bərabərdir A1 üstə A2 üstə A3. S2 nəyə bərabərdir? S2 də bərabərdir A1 üstə A2. Bunları tərəf-tərəfə çıxsam, sən neylər istəyir? S3 çıxılsın S2. Bərabərdir. A1-dən A1-i çıxanda bunlar ixtisar gedir. A2-dən A2-ni çıxanda bunlar ixtisar gedir. Nə qaldı yerdə? A3. Gördünüzmü? Demək, əgər ardıcıllıqda, rekurrent ardıcıllıqda məsələ düsturu verib, deyir ki, bu ardıcıllıqdır, silsilə deyil, ardıcıllıqdır, S-in düsturu filan cürdür. Mən sizdən, məsəl üçün, 70-ci həddi istəyirəm. A70 istəyirəm. Onda A70 nəyə bərabər olacaq? A70 bərabər olacaq. S70 çıxılsın S69. Yəni, öz istənilən həddin nömrəsinin cəmindən əvvəlki rəqəmin, bir ədəd əvvəlki rəqəmin cəmin hesablayıb çıxırıq. İndi gəlin burada A3-ü tapaq. Məsələmizin özünə qayıdaq. Məsələmizin özündə dediyim kimi A3 nəyə bərabərdir? Düstura görə S3 çıxılsın S2-yə. S3-ü necə tapacam? S3. Baxın, S-in düsturu verilib məndə. İndeksində nədir? 3. Demək, n bərabərdir 3-ə. Bunun indeksində nədir? N. Demək, onda S3-üm nəyə bərabərdir? 3 vurulsun 3 üstə 2. Bərabərdir 11-ə. Bəs S2 nəyə bərabərdir onda? S2 də bərabərdir 3 vurulsun 2 üstə 2. O da bərabərdir 8-ə. Onda A3 nəyə bərabərdir? A3 dediyimiz kimi S3 çıxılsın S2-yə bərabərdir. O da bərabərdir 11 çıxılsın 8-ə bərabərdir 3-ə. Cavab 3. Təsadüfən elə A3-ümüz 3 alındı. Uşaqlar,
Yenə dediyim kimi, n heç vaxt mənfi olmur, n heç vaxt mənfi olmur. Amma AN mənfi ola bilər ha. AN özü, məsəl üçün, mənfi 17 ola bilər. Məsələn, A5-ci hərf mənfi 17 ola bilər. Amma indeks, bax bura, bura heç vaxt mənfi olmur. Yəni, A-nın aşağısı, S-in aşağısı heç vaxt mənfi olmur. Ümid edirəm, bu məsələni də başa düşdünüz. İndi gəlin keçək başqa məsələlərə. Ədədi ardıcıllıq üçün bəzən bizə deyəcək ki, ilk n həddinin cəmi yox, bax, məsələni qoyuram. İlk n həddinin hasili, cəmi yox, bax, hasili. HN bərabərdir. HN bərabərdir. 3n düsturu ilə verilmiş ardıcıllığın 4-cü həddini tapın. Bizə nəyin düsturunu verib? İlk n həddin hasili. İlk n həddin hasili nə deməkdir? A1 vurulsun A2 vurulsun A3 vurulsun nöqtə vurulsun AN. Düzdürmü? İndi nə istəyir məndən? A4 istəyir. Mən A4-ü necə taparam? H4-ü taparam. H4 nədir? A1 vurulsun A2 vurulsun A3 vurulsun A4. H3-ü taparam. A1 vurulsun A2 vurulsun A3. Bunları tərəf-tərəfə sistem tənliyi kimi bölsə, bilirsiniz ki, sistem tənliyi həm tərəf-tərəfə çıxmaq, həm tərəf-tərəfə vurmaq, həm də tərəf-tərəfə bölmək olar. Yetər ki, bu tərəfi də bölün, bu tərəfi də, sağı da bölün, solu da bölün. Tərəf-tərəfə böləndə nə olur? H4 bölünsün H3 bərabərdir. A1 vurulsun A2 vurulsun A3 vurulsun A4 bölünsün A1 vurulsun A2 vurulsun A3. Tərəf-tərəfə böldüm. İndi İxtisar apara bilərəmmi? Bilərəm, vurmadı, eynilər. Nə qaldı? A4. Deməli, əgər hasil düsturu verilibsə, bizə ardıcıllıqda hasil düsturu verilibsə, K-nıncı həddi istəyirsə, bizdən hasilin K-nıncı həddi bölünsün, hasilin K çıxılsın birinci həddi. Bax, düsturumuz uşaqlar budur. Qara ilə yazılan. Məsəl üçün, hasil həddi, hasilin düsturunu verib və özü deyəcək, o hasilin düsturu olmağını deyəcək, müəllimə, biz hardan bilir? Özü deyəcək. Deyəcək ki, ilk n həddin hasili cəmi yox. Hasili filan düsturundadır. Məsəl üçün, A11-i tapın. A11 nəyə bərabərdir? Hasilin 11-ci həddi bölünsün hasilin 10-cu həddi. Başa düşdünüzmü? Ümid edirəm, başa düşdünüz. İndi gəlin məsələmizə qaydaq. Məsələmizdə tapaq H3-ü, 4-cü həddi A4-ü tapaq. A4 nəyə bərabərdir? Əgər HN düsturunu veribsə, HN düsturu nə deyir? Hasil düsturudur. Hasil düsturu olduğuna görə H4 bölünsün H3-ə bərabərdir. O da bərabərdir. 3 vurulsun. N-in yerinə 4 qoyacağım H4-ü tapanda. Çünki H-ın altındakı 4-dür. Burada da H-ın altındakı 3-dür deyə N-in yerinə 3 qoyacağım. 3-lər ixtisar gedər. Alınacaq nə? 3-də 4. Yəni 1/3-də 1. Bu da belə. Ardıcıllıqla bağlı bu qədər demək olar ki, başqa bir şey yoxdur ardıcıllıqla bağlı. İndi gedək ədədi silsiləyə. Ədədi silsilə nədir? Silsilədə bir hədd özündən əvvəlki həddən müəyyən qədər ya da müəyyən dəfə fərqlənir.
müəyyən qədər, müəyyən vahid fərqlənən ədədi silsilədir. Müəyyən dəfə fərqlənən həndəsi silsilədir. Biz əvvəlcə ədədi silsilədən danışacağıq. Ədədi silsilə. Ədədi silsilədə bayaq dediyim kimi hər bir hədd özündən əvvəlki müəyyən vahid fərqlənir. Məsəl üçün, ədədi silsilənin həddləri A1, A2, A3, A4 belə gedir və N, AN. Uşaqlar, bir dənə ədədi silsilə göstərim sizə. 3-ə bölünən rəqəmlər 3, 6, 9, 12, 15, 18, 30-a qədər 3-ə bölünən rəqəmlər. Bax, bu ədədi silsilə təşkil edir. Axırıncı 30. Görün neçə artır? 3-3 artırmı? 3-3 artır. Görürsünüz, dəyişmir. Bax, həmişə 3-3 artır. Bax, həmişə. Dəyişmir. Həmişə üstünə, əvvəlkinin üstünə 3 gəliblər, o birisini alırlar. Əvvəlkinin üstünə 3 gəliblər, o birisini alırlar. Uşaqlar, ədədi silsilədə A1 birinci hədd, N həddin nömrəsi, bayaq dediyim kimi N həddin nömrəsidir. Həddin nömrəsi və yaxud da sırası. AN bayaq dediyim kimi ümumi həddin özü. SN də ilk N həddin cəmidir. Və ədədi silsilə D var. D-də silsilə fərqidir. Silsilə fərqi nədir? Silsilə fərqi bunların neçə artdığını göstərir. Yəni, baxın, məsəl üçün, burada silsilə fərqi nədir? 3. D bərabərdir 3-ə. Hardan bilirəm? Çünki 3 artır hamısı. Məsəl üçün, başqasına baxıram. Burada, bax, bu da bir ədədi silsilədir. Baxın, burada uşaqlar, nöqtə. Burada silsilə fərqi nəyə bərabərdir? Neçə artır? 4. Baxın, 1-in üstə 4 gəlirəm 5, 5-in üstə 4 gəlirəm 9. Silsilə fərqi 4-ə bərabərdir. İndi gəlin ədədi silsilə üçün bəzi nüanslara baxaq. Ədədi silsilənin əsas xassəsi, əsas göz bəbəyi xassəsi budur. Əgər ilk 3 hədd verilibsə, və yaxud da başqa ardıcıl 3 hədd verilibsə, ilk 3 hədd olmasın, başqa ardıcıl 3 hədd olsun. A7, A8, A9. Və yaxud da, nə bilim, A16, A17, 3 dənə ardıcıl hədd olmalıdır bir dənə. Yəni, N-ləri ardıcıl olmalıdır. 16, 17, 18. Uşaqlar, ədədi silsilənin əsas xassəsi budur. Ortadakı hədd bərabərdir. Kənardakıların cəminin yarısı. Amma ardıcıl olmalıdır, yenə deyirəm. Ortadakı hədd, baxın, burada da eyni bərabərdir. Kənardakıların cəminin, kənarda qalanların cəminin yarısı. Burada da ortadakı hədd bərabərdir. Kənardakıların cəminin yarısı. Bu ədədi silsilənin göz bəbəyi xassəsidir. Əgər bir silsilə verib sizə, deyirsə ki, o ədədi silsilədir, siz baxın görün, ortadakı ədəd kənardakıların cəminin yarısına bərabərdirmi? Bərabərdirsə ədədi silsilədir. Bərabər deyilsə ədədi silsilə deyil. İlk 3 ardıcıl həddi yazırsınız və yaxud da başqa bir 3 ardıcıl həddi yazırsınız. Fərqi yoxdur. 3 dənə həddi yazırsınız, ardıcıl olmalıdır. A19, A20, A21. A20 bərabərdir A19 üstə A21 bölünsün 2. Bu ədədi silsilənin göz bəbəyi əsas xassəsidir. Baxırıq başqa şeylərə. Bəs ədədi silsilədə A1 ilə A1-dir. A2, A3, A4. Bunlar necə tapılır? Ümumiyyətlə, ədədi silsilənin ilk N düsturunu ardıcıllıqdakı kimi məsələ vermir. Düsturu özümüz bilməliyik əzbər. Qayda kitabında var. A1 üstə N çıxılsın 1, vurulsun D. Ədədi silsilənin ilk N düsturu üçün ümumi
Düstur budur. İlk ümumi ardıcıllığın həddi. Ümumi ardıcıllığın düsturu. Ümumi həddin düsturu. Məsəl üçün A5-i tapmaq lazımdır. A5 bərabərdir. Düstura baxın. A1 üstə 5-dən 1-i çıxanda nə qalır? N-in yerinə 5 qoyuram. 5-dən 1-i çıxanda qalır 4. Vurasın D. Məsəl üçün A7-ni tapmaq lazımdır. A1 üstə 6 vurasın D. Bu ədədi silsilənin hər hansı bir həddir. Bir də ədədi silsilə üçün D-ni tapmaq lazımdır. Ədədi silsilə D-ni tapmaq üçün hər hansı bir AM-ci həddən hər hansı bir AK-cı həddə çıxırıq, bölürük M çıxılsın K-ya. Məsəl üçün, tutaq ki bizə verilib A1 ilə A2. A2-dən A1-i çıxıram, bölürəm 2 çıxılsın 1-ə. O da bərabər olur A2 çıx A1. Demək, ikinci həddən birinci həddə çıxanda bizə D-ni verir uşaqlar. Bunu həmişə yadınızda saxlayın. Tutaq ki, bizə verilib A5-ci hədd, bir də verilib A3-cü hədd. Uşaqlar, A5-dən A3-ü çıxıram, məxrəcdə də 5-dən 3-ü çıxıram. Bu mənə verir silsilə fərqi. Yaxşımı? Tutaq ki, bizə verib A7, məsəl üçün A7-ni verib 10, A4-ü də verib 6-dır. Silsilə fərqini istəyirəm. Silsilə fərqi nəyə bərabərdir? A7 çıxılsın A4 bölünsün 7 çıxılsın 4. O da bərabərdir 10 çıxılsın 6 bölünsün 7 çıxılsın 4. O da eləyir 3-də 4. Demək, düsturlara baxın, qaralayıram. Bax, bu düstur bizə vacibdir. Bu düstur bizə vacibdir. D bərabərdir. AM, yəni hər hansı bir böyük sıran həddi, çıxılsın kiçik sıran həddi, bölünsün mötərizədə böyük N nömrəsi, çıxılsın kiçik N nömrəsi. Yaxşımı? Bu belə. İndi baxaq. Məsəl üçün, uşaqlar, təkcə A1 ilə tapmaq olmur, ha? Məsəl üçün, A7-ni, məsəl üçün, bizə bəzən A2-ni verəcək. A2 bərabərdir 5, D də bərabərdir 3 olarsa, deyir ki, A8-i tapın. A8 bərabərdir sual. A8 bərabərdir A1 üstə 7-dir. Bu düsturu bilirəm. Bu heç. Bu qalsın qıraqda. Uşaqlar, mənə A1 verilməyib, bax, bu düstur mənə heç nə verməyəcək. Ona görə əlində nə varsa çalış onunla tap. Əlimizdə nə varsa. Uşaqlar, 8-ci hədd bərabərdir. Əlimdə 2-ci hədd var. 2-ci həddə 2-nin üstə nə gəlsəm 8 eləyir. 6. Ona görə bura yazıram 6-dir. Yaxşımı? Yəni, burada hədd çoxaldıqca, həddin nömrəsi çoxaldıqca, həddin nömrəsi, sıra nömrəsi artdıqca, buradakı D-nin qabağındakı azalır. Məsəl üçün, A9-u mən A3 ilə tapmaq istəyirəm, A5 ilə tapmaq istəyirəm. A5 üstə, 5-in üstə nə qədər 9 eləyir? 4-dir. Məsəl üçün, A11-i mən A7 ilə tapmaq istəyirəm. 7-in üstə neçə gələndə 11 edir? 4-dir. Bu belə, böyüyü tapanda. İndi kiçiyi tapmaq olar. Hələ mən böyüdən kiçiyi tapıram. Məsəl üçün, uşaqlar kiçiyi gəlin tapaq. Məsəl üçün, mən A5-i A9 ilə tapmaq istəyirəm. A9 ilə demək, burada A9 var. A8 ilə tapmaq istəyirəm. Bax, 5-i 8-dən 5-i necə almaq var? 3-ü çıxmaqla. 8-dən 3 çıxsam 5 edir də, görürsünüz? Demək, mən 3 dini çıxıram. Burada niyə çıxdım? Çünki kiçik həddin nömrəsini böyük həddin nömrəsi ilə tapıram. Ona görə çıxdım. Yəni, böyüyü kiçik ilə tapanda toplayırsınız, amma kiçiyi böyüyü ilə tapanda çıxırsınız. Uşaqlar, ədədi silsilədə əsas məqam budur. Məsəl üçün, A19-u A10 ilə tapıram. A10 böyüyü kiçik ilə tapdığımızın üstünə gəlirəm. Onun üstünə gələndə 19 ilə 9-dir. Amma məsəl üçün, mən A20-ni A25 ilə tapıramsa, 25 budur, 20 budur. 20 nəyə bərabərdir? 25 çıxılsa 5 deyir. Düzdürmü? Görürsünüz, kiçiyi böyüdən çıxmaqla tapıram. Yaxşımı? Bax, bu belə. Bu oldu A üçün düstur. D-ni də verdik və
Ədədi silsilədə nə var? Ədədi silsilədə bu var. İlk n həddin cəmi. İlk n həddin cəmi üçün iki düstur var. Əsas birinci düsturdur. İkinci düstur zaten birincidən çıxır. SN ilə işarə olunur. SN bərabərdir. A1 üstə AN ümumi düstur budur. İkinci düstur da bundan çıxır. Bu ədədi silsilənin ilk n həddi üçün düsturdur. Məsəl üçün, sizdən ədədi silsilədə ilk 10 həddin cəmini istəsə, A1 üstə A10 bölünsün 2 vurulsun 10. Düsturda yerinə qoyursunuz. İkinci düstur nədir? İkinci düsturda da biz bilirik axı ədədi silsilədə AN nəyə bərabərdir? A1 üstə n çıx 1 vurulsun D-yə bərabərdir. İkinci düsturda da həmən bu düsturda sadəcə olaraq AN-i açıblar. A1 üstə AN-in yerini yazıblar. A1 üstə n çıxılsın 1. Çünki AN buna bərabərdir axı. Bax buna. AN-in yerinə ümumi həddin düsturunu açıb yazıblar. Vurulsun D. Burada da A1'ləri toplayan da olur. 2A1 düsturun özündə qabağında bilən də A1 var. Ona görə. 2A1 üstə n çıx 1 vur D bölünsün 2. Bu düsturunu tapa bilərsiniz. Məsəl üçün S5. S5 bərabərdir 2A1 üstə 4D bölünsün 2. Əgər əlinizdə sadəcə A1 rəddəyi varsa, bu düsturu tapa bilərsiniz. Yox, A1 də AN varsa, bu düstura tapa bilərsiniz. Məsəl üçün, S6 bərabərdir. A1 üstə 5D bölünsün 2 vurulsun 6 təbii ki. Burada bax vurulsun 5'i unutmuşam. Vurulsun 5 də var. Axırda vurulsun E də var düsturda. Yaxşı mı? Bu belə. Bu oldu ədədi silsilə üçün düstur. Başqa nə deyə bilərik? Ədədi silsiləyə var. Başqa isə həndəsi silsiləyə keçək gəlin. Həndəsi silsilə ədədi silsilədən fərqli olaraq hər hədd özündən əvvəlki həddən müəyyən dəfə artır. Vahid yox, müəyyən dəfə. Yəni hər hədd özündən əvvəlki həddə nəyəsə vurursan, o olur özündən sonraki hədd. Məsəl üçün 3, 6, 12, 24, 36. Belə gedir. Bu olur nə? Baxın. 3'ü nəyə vuranda 2 eləyir? 6. 2'yə. Nəyə vuranda 12 eləyir? 2'yə. Nəyə vuranda 24 eləyir? 2'yə. Nəyə vuranda 48, 36 yox, 48 olmalıdır. Hə. Həndəsi silsilədə nədir? Görürsünüz, 2 dəfə artır. Vahid yox, dəfə. 2'yə vura gedirsən. Həndəsi silsilədə, ədədi silsilədə həm artan olur, həm azalan olur. Ədədi silsilədə onu deməmişəm. D sıfırdan kiçik olanda azalan olur. Yəni D mənfi olanda azalan olur. Azalan ədədi silsilə. Həndəsi silsilədə Q birdən kiçik olanda azalan olur. Q birdən kiçik olanda azalan ədədi silsilə olur. Azalan həndəsi silsilə. Teşekkür ederim. İndi baxaq görək həndəsi silsilədə nələr var. Həndəsi silsilə ümumi olaraq B1, B2, B3 ilə yazılır. Ədədi silsilə A1, A2, A3 ilə yazılır. Silsilə. Uşaqlar. B1, B2, B3, B4, Bn. Həndəsi silsilədə B1 həndəsi silsilənin birinci həddir. Bn həndəsi silsilənin
ümumi həddinin düsturu, ümumi həddi. S-in həndəsi silsilənin ilk en həddin cəmi S, sadəcə S. Sadəcə S nədir? Sonsuz həndəsi silsilənin cəmi. Sonsuz həndəsi silsilədə n olmur. Çünki sonsuzdur, yəni o sonsuzluqdur. Sonsuz həndəsi silsilənin cəmi. Pn ilk n həddin hasili. Hasili. B1 birinci hədd, B-in ümumi həddi, S-in ilk n həddin cəmi, S sonsuz həndəsi silsilənin cəmi, P-in ilk n həddin cəmi və Q var. Q nədir? Silsilə vuruğu. Silsilə vuruğu. Əvvəlcə düsturları yazaq. Silsilə vuruğu nədir? Həndəsi silsilə neçə dəfə artırsa, o silsilə vuruğudur. Bayaq neçə vahid artanda ona demişdik, silsilə fərqi o ədədi silsilə dedik, deyil. Həndəsi silsilədə elə bil ki, D-ni Q əvəz edir. Uşaqlar, məsəl üçün, bayaq yazmışdım 3, 6, 12, 24, bircə deyil. Bu həndəsi silsilədir. Həndəsi silsilədə neçə artır? Neçə artır? Görün, 2 artır. 2 artırsa demək, 2-yə vurub 6 edib, 2-yə vurub 12 edib, 2-yə vurub 24 edib. Demək, bu həndəsi silsilənin Q-su 2-dir. Mən hardan bilirəm ki, bu həndəsi silsilədir? 2 dəfə artdığından bilirəm ki, bu həndəsi silsilədir. Çünki həqiqətən hər bir hədd özündən əvvəlkindən 2 dəfə böyükdür. Demək, Q-su bunun 2-dir, B1-i 3-dür. Bəs ümumi B-in həddi həndəsi silsilədə necə tapılır? B1 vurulsun Q-nun üstü n çıxılsın 1. Məsəl üçün, B2-ni tapmaq üçün n-in yerinə gətirib 2 qoyuruq. B1 Q-nun üstü 2 çıx 1. 2-dən 1 çıxanda nə edir? 1. Q-nun üstü 1. Q-nun üstü 1 də elə Q deməkdir. Məsəl üçün, B3 bərabərdir. B1 Q-nun üstünə 3 çıxılsın 1, o da edir kvadrat. Ədədi silsilə kimi həndəsi silsilədə B1 ilə yox, başqa bir fərqlə tapa bilərsiniz. Məsəl üçün, B7 bərabərdir. B7-ni B2-nə tapmaq olar. 2-nin üstünə gələndə 7-dir, 5. Demək, 2-nin üstə 5 yazacaq. Məsəl üçün, B9 bərabərdir. B6, 2-nin üstündə nə yazaram? 3. Çünki 6-ın üstə 3 gələndə 9. 9 nəyə bərabərdir? 6-ın üstündə 3. 6 üstə 3 çəkdim. B11 bərabərdir. B9 vurulsun Q-nun kvadratı. Yəni, istənilən həddən yazmaq olar. Niyə B9-u yazarıq? Bəlkə əlimə B9-u verir, B1-i verməyim. Ona görə. Kiçiyi tapanda, amma necə olur? Kiçiyi tapanda, məsələn, B9-u B11-dən tapanda, B11, 11-dən 9 almaq üçün 11-dən 2 çıxmaq lazımdır. Bilirəm. 9 nəyə bərabər? 9 bərabər 11 çıxsın ki, ona görə vurma yox, bölmə olacaq. Yəni, kiçiyi tapanda böyüyü Q-nun üstündəki həmin həddə nömrəsindən çatana qədər bölməliyəm. Yaxşımı? Məsəl üçün, bax, bir kənə kiçiyi tapaq, həndəsi silsilə, mən kiçiyi böyüklə tapmaq istəyirəm. B4 bərabərdir. B8 bölünsün. Q-nun üstünə 4. 8-dən nə çıxan? 4 qalır. 4. Məsəl üçün, B5 bərabərdir. B8 bölünsün Q-nun üstünə 3. 8-dən 3 çıxanda 5 eləyir, ona görə. Axı, böyükdən tapıram, ona görə. Həndəsi silsilənin əsas xassiyəsi. Ədədi silsilənin əsas xassiyəsi olduğuna görə, olduğu kimi, həndəsi silsilənin əsas xassiyəsi var. Burada da eynən həmin vəziyyət.
Ya ilk 3 həddi eləmək, ya da ki, hər hansı bir ardıcıl 3 həddi. Əsas odur ki, bax burada da ardıcıl olmalıdır. Ardıcıl 3 hədd yazılır. Ardıcıl 3 hədd. B1, B2, B3. Ortadakının kvadratı bərabərdir kənardakıların hasilinə. Bu həndəsə silsilənin bu əsas xassəsidir. Ortadakının kvadratı bərabərdir. Bunu biraz açsam, yəni kökün altına salsam, ortadakı bərabərdir kənardakıların hasilinin kök altında, hesabı kök altında cavabına. Məsəl üçün, B6 var, B7 var, B8 var. O vaxt həndəsə silsilə olar ki, ortadakı kənardakıların hasilinin kök altında cavabına var. İkinci dərəcənin kök altında qiymətini. Lap olmasın, olsun B9, B10, B11. Yenə ortadakı, burada da yaza bilər ki, ortadakının kvadratı bərabərdir B9 vurulsun B11. Belə də yazmaq olar. Bu belə. Həndəsə silsilənin əsas xassəsini dedik, ümumi hədd düsturunu dedik, hər hansı bir başqa hədlə tapılmağı dedik. İndi gəlin deyək, həndəsə silsilədə S-nin tapılmağı. Məsəl üçün, B1, B2, B3, B4, Bn həndəsə silsiləsində S-n nəyə bərabərdir? S-n bərabərdir. İlk, əgər S-ni deyirsə, demək Q birdən böyükdür. Bax, onu deyim. Q birdən böyük olanda olur artan həndəsə silsilə. Q sıfırla 1-in arasında olanda, yəni birdən kiçik olanda ümumi olaraq olur azalan həndəsə silsilə uşaqlar. Əgər Q birdən böyükdürsə, buna deyirlər artan həndəsə silsilə. Artan həndəsə silsilədə S-n var. S5-i tapmaq olar. S5-i tapmaq üçün B1 vurulsun Q-nün üstü N çıxılsın 1 bölünsün Q minus 1. Məsəl üçün, S5-i tapmaq istəyirəm. İlk 5 həddin cəmin həndəsə silsilə B1 vurulsun Q-nün üstü 5 çıxılsın 1 bölünsün Q çıxılsın 1. Demək, mənə nə lazımdır? B1 lazımdır, bir də Q lazımdır ki, S5-i tapım. Məsəl üçün, S7-ni tapmaq üçün S7 bərabərdir B1, Q-nün üstü 7 çıx 1, Q çıx 1. Nə vaxt lazım olur həndəsə silsilədə S-in? Dedim ki, Q birdən böyük olanda, yəni artan həndəsə silsilə olanda S-n lazım olur. Amma bəzən həndəsə silsiləmiz azalan olacaq. Bəzən artan olmayacaq. Gəlin, əvvəlcə artan həndəsə silsilədən danışaq, qarışdırmayaq. Artan həndəsə silsilə üçün P-in də düsturu var. İlk N həddin hasili. İlk N həddin hasili, yəni, məsəl üçün, ilk 3 həddin hasili. P-in bərabərdir. Kök altında B1 vurulsun Bn, onun da üstündə n. Məsəl üçün, ilk 5 həddin hasili bərabərdir. B1 vurulsun B5, onun da üstündə 5, kökün altında. Bu ilk 5 həddin hasilidir. Həndəsə silsilə barəsində, artan həndəsə silsilə barəsində bu qədər. İndi keçək azalan həndəsə silsilə. Azalan həndəsə silsilənin azalan olmanı hardan biləcəm? Görəcəm ki, həqiqətən də Q-sü nədir? Birdən kiçikdir. Baxın, neçə artıb? 2-də 1, 2-də 1 artıb. Bu 2-də 1-i 2-də 1-ə vuranda 4-də 1, 4-də 1-i 2-də vuranda 8-də 1. Belə-belə gedir və sonsuzluğa doğru gedir. N yoxdur burada, yəni AN yoxdur. Çünki sonsuzluqdadır. Uşaqlar, bax, Q-miz 2-də 1-dir, B1-miz də 2-də 1-dir. Burada təsadüfən B1 ilə Q1 bərabər olur. Həndəsə, sonsuz azalan həndəsə silsilə üçün bir dənə düstur var, yəni S-n deyil, bir dənə S düsturu var. İlk N həddinin cəmi yox, sonsuz azalan həndəsə silsilənin cəmi. Çünki orada N söhbəti yoxdur, sonsuzdur. B1 vurulsun. B1 bölünsün. Burada vurma yoxdur. B1 bölünsün. 1 çıxılsın Q. Yəni, bizə bir dənə B1 ilə Q tapılması kafidir ki, biz sonsuz azalan həndəsə silsilə üçün silsilənin cəmini tapaq.
Sonsuz azalan həndəsə silsilənin cəmi bərabərdir. B1 bölünsün 1 çıxılsın 2. Bu da belə. Bu da oldu sonsuz azalan həndəsi silsilə. Məncə başqa heç nə qalmadı. Yenə nəsə suallarınız olsa verərsiniz. Yazdıqlarımı mütləq qeyd edin. Mütləq və mütləq qeyd edin. Başqa sualınız olsa gözləyirəm uşaqlar.